Azerbaycan Radyosu'nun Kızıl Fondu. Biri varmış, biri yokmuş. Şəhərin kənarında, uca künarların arasında bir mərtəbəli bina vardı. Bura uşaq bağçası idi. Bağçada mavi gözlü, qara gözlü, qonur gözlü körpələr çoxdur. Bu körpələr hər gün sahilə gəzməyə çıxırdılar. Dənizi çox sevirdilər. Amma heyf ki, çimmək olmazdı. Bura çimərlik deyildi. Bir dəfə Lalənin atası evə özü ilə bir layihə gətirdi. Hə qızım, sizin üçün təzə uşaq bağçası tikəcəyik. Ləpə döyəndə bir bax gör nə gözəldir. Lalə maraqlandı. Atasının gətirdiyi kağıza göz gəzdirdi. Bunun nəyi gözəldir? Hanı çarpayısı, hanı xalçası, hanı gülləri? Atası qızını başa salmağa başladı. Bax, bunlar çarpayılardır. Bura yemək otağıdır. Bura isə həkimxanadır. Qız dodaqlarını büzdü. Hamısı da balaca. Heç bu çarpayıda yatmaq olar. Çox kiçikdir. Kağızda belədir. Hamısı qəşəng olacaq. Bu söhbətdən xeyli keçdi. Dənizin sahilində uşaq bağçasının təzə binası uca qayaların üstündə tikilib qutardı. Əvvəllər bu yerlərə ələyaq dəyməzdi. Dəniz təklikdən darıxırdı. Xal-xal boz qayaların ətəyində məskən salmışdı. Gah xumarlanır, gah fırtına qoparır, gah tufan edib insanları haraylayırdı, çağırırdı onları öz sahilinə. Ana dəniz çox gözəldi. Göm-göy gözləri vardı. Boynuna mərcan qululardan boyunbağı taxmışdı. Hər gün sahilə bollu balıq gətirirdi ki, insanlar gəlib aparsınlar. Dəniz çox varlı idi. Amma varını, dövlətini adamlara çatdıra bilmirdi. Beləliklə, neçə yay, neçə qış gəlib keçərdi. Bir gün dəniz sübhdən yuxudan uyandı. Əyninə mavi don geydi. Balalarını çağırdı yanına, saçlarını tumarladı, dedi: "Bugün yaxşı yuxu görmüşəm. Gedin sahilə, görün nə var, nə yox oralarda." Körpə-ləpələr bir-birini qovub cumdular sahilə. O saatda əl-ələ tutub çəkildilər geriyə. İndi sahil, onların gördükləri sahil deyildi. Burada o qədər adam vardı ki, balıqçı vətəgələri sırayla uzanırdı. Qayıqlar yan-yana düzülmüşdü. Ayaq dəyməz qumluqlara dəmir yolu çəkilmişdi. Körpə-ləpələr haray saldı, tez qaçdılar analarının yanına. Atıldılar qucağına, gördüklərini danışdılar. Ana dəniz sevindi. Mavi gözləri sevincdən yaşardı. Ətəklərinə bol-bol balıq yığıb gəldi sahilə. Balıqları səpələdi. Balıqçılar dənizin hədiyyəsini yığdılar səbətə, gətirdilər balaca gül balalara. Ana dəniz balaları üçün mahnı oxudu.
Körpə-ləpələr sevincdən atılıb düşdülər. Onlar gah ağ, gah boz, gah yaşıl, gah mavi don geyinib rəqs etdilər. İndi burada hər şey gözəl idi. Bağçada, qayalarda, dənizdə. Amma Lalə darıxırdı. Öz köhnə bağçası ata-anası üçün şəhərdəki dəniz istəyirdi. Deyirdi ki, bu çox pis dənizdir. Hey, çığırır. Dəniz Laləni səslədi. Sularında əl-ayağını yudu. Körpə-ləpələr saçlarını daradı. Günəş ilıq şüaları ilə Laləni quruladı. Axşam hava qarananda uşaqlar yataqlarına girdilər. Yol gəlmişdilər. Dənizin sahilində çox atılıb düşmüşdülər. Yorulmuşdular. Dəniz gurultusunu kəsdi. Asta-asta körpələrə lay-lay çaldı. Otaqları öz təmiz havası ilə doldurdu. Lalə möhkəm yatmışdı. Yuxudan doyub gözlərini açdı, birdən çığırdı. Kömək edin, kömək edin, dəniz yanır, dəniz yanır. Qorxma qızım, qorxma, dəniz yanmır. O günəşdir, sizi salamlamağa gəlib. Əziz balalar, nağılımız burada bitdi. Göydən 3 alma düşdü. Biri mənim, biri sənin, biri də gendə durub istəmirəm deyəni. Radiomuzun Qızıl Fondundan səsləndirdiyimiz nağıl 1974-cü ildə lentə alınıb.